İlk öncə təşkilatçı Vüsal bəyə təşəkkürümüzü bildiririk ki, belə bir təşkilatçılıq eləyib şirkətləri bir araya gətirir. Oyuna gəldikcə maraqlı oyun oldu. Bizim əsas oyuncularımızdan Nicat Paşayev erkən zədələnməsi Milla bizim oyunumuza çox böyük təsir göstərdi. Yekunda güclü qalib gəldi. Ümumilikdə mən də hamının təşkilatçıların da, iştirakçı komandaların da hamının Ramazan bayramını təbrik edirəm. Bizə ilk oyunda qələbə qazanmaq önəmli idi. Sevinirik ki, qələbə ilə başladıq bu çempionata, turnirə. Turnirin də təşkilatçılığı yüksək səviyyədədir. İlk oyundan hiss olunur. Amma rəqib də bizim rəqibimiz də zəif komanda deyil, güclü komanda idi. Çətin oyun oldu deyərdim. Amma sevinirik ki, qələbə ilə çıxdıq birinci oyundan. Bəli, bizdə komanda bu yarışda debutantdır, amma yəni Sokarın işçilərindən yığılmış bir komandamızdır və uşaqlar hamısı yəni oynayanlardır. Bəli, bizdə də yəni futbola diqqət ayrılıb Sokar rəhbərliyi, yəni biz də idman, yəni bu aktivitə bizə önəmlidir. Yəni boş vaxtlarımızı idmanla, işdən sonra yəni idmanla, yəni komanda daimi məşğul olur. Yəni bu var bizdə və bunu da burada da hədəflərimiz hər halda ən yüksək yerlərə oynamaqdır. İnşallah ki, hədəfimizə çatar. Əvvəla salamünaleyküm. Mən də sizi təbrik edirəm. Həm Ramazan ayı münasibəti ilə, həm bu futbol bayramını başlatdığınız üçün. Əziyyəti çəkən sizlərsiniz. Düzdür, görünməyən tərəfi sizlərsiniz. Ona görə sizləri də təbrik edirəm. Biz girəndə, yəni bizim qrup zaten çətin bir qrupdur gördüyüm qədərlə və ilk oyun yeni formalaşmış bir komanda üçün formalaşmış komandaya çox çətindir. Rəqibimiz çox güclüydü. Keçən ilin bütün çempionatlarda həmişə iddialı olan bir Unibank var idi. Hər il, yəni ilk dördlükdə oynayanıdır və keçən il Banklar Liqasının qalibi olduğunu da bilirdik. Ona görə biz də ciddi hazırlaşmışdıq. Neçə müddətdə hazırlaşırıq və komandada ab-hava əladır. Çünki həm hocamız, həm rəhbərliyimiz, həm komanda yoldaşlarımız hamısı işin ciddiyyətinin fərqindədir. Ona görə də ki, bizim üçün istəyir Unibank olsun, istəyir nə bilim Kapital Bank olsun, istəyir hər hansı bir klub olsun, yəni şirkət olsun, hamısı bizim üçün eyni gücdədir. Yəni ona görə ki, əgər məsuliyyətsiz yanaşarsansa, bir səhvə sən gedərsən, biz də o səhvi eləməməyə çalışırıq.